Salam dostlar, hər birinizi xoş gördük. Toyuqlar və Cücələr kanalının hər birinizi salamlayıram. Dəyərli dostlarımız, bugün sizə möhtəşəm bir video ilə qarşınızdayım. Bugün mən sizlərə bu videomuzu sırf cücə ölümünə son video roliki hazırlayacağım. Dəyərli dostlar, videomuzu keçməmişdən öncə hər bir kəsdən, hər birinizdən xahiş edirəm ki, videomuzu bəyənib, şərh yazıb və paylaşaq ki, bilməyənlərin qarşısına çıxsın və bu cür gözəl videolarımız onlara da çatsın. Nəysə, dəyərli dostlarımız, keçdik videomuza. Dəyərli dostlarımız, bugün mən sizlərə super möhtəşəm bir yem qarışığını, yəni yem əlavəsini sizin diqqətinizə çatdırmaq istəyirəm. Bunun ekranda görürsünüz adını. Adı Yucca Saponina adlanır. Dostlar, ümumiyyətlə bunun istifadə qaydası nə cürdür, nə cür qatılır yemlərə, ümumiyyətlə bunun nə kimi faydası var? İnşallah bu videomuzun gedişatında sizə paylaşacağım. İlk öncə bu Yucca Saponina nədir? Gəlin birlikdə bir xatırlatma verim və yaxud da ki bir izahatını verim. Ondan sonra keçək bunun belə deyək də digər bir yemimizə nə cür qaydada qarışdırılır, istifadə olunur, onu deyək. Dəyərli dostlarımız, yay aylardır. Özünüz də bilirsiniz ki, heyvanatda, ələxüsusda böyük broilerləri olan təsərrüfatçılarda, yəni iyi amonyak qoxusunun belə deyək, burun deşir həqiqətən. Heyvanların sağlamlığına mənfi təsir göstərir. Eyni zamanda bunu bir növ aradan çıxartmaq çox çətin məsələdir. Dostlar, məhz bu Yucca Saponina nə təsir göstərir, nə cür formada verilir, bunu mən sizə deyim. Dostlar, belə deyək də, Yucca Saponina ələxüsusda quşçuluqda, xüsusilə cücə və çolpalarda geniş istifadə olunur. Əsas faydaları bilirsiniz hansılardır, dəyərli dostlar. Amyak qoxusunu azaldır. Necə azaldır? İndi onu mən sizə deyim. Peyində əmələ gələn amyakı azaltdığı üçün quşların tənəffüs yollarının yükünü də azaldır. Belə deyək də, əgər cücələrdə, çolpalarda qıxıltı, pıxıltı, mən nə bilim, buna görə 1000 dənə bilirsiniz ki, dava dərman alırıq. Bütün bunların demək olar ki, öhdəsindən gəlir. Və nəticədə amyak qazı, yəni ələxüsusda bağırsaqlarında olan sağlamlığı dəstəkləyir. Bundan əlavə həcmi yaxşılaşdırır və bağırsaq mikroflorasının tarazlığını qorumağa kömək edir. Dostlar, mən bir şey də vurğuluyum ki, Yucca Saponina əsas üstünlüklərindən biri də odur ki, yemdən səmərəliliyi artırır. Nəticədə böyümə və çəki artımı bir qədər yaxşılaşır. Yəni, bu özünüz də görəcəksiniz təsərrüfatda. Təbii ki də, dostlar, bütün bunları dedikdən sonra stresə davamlılığı da dəstəkləyir. Və bundan əlavə, əgər cücə və çolpa saxlayırsınızsa, ələxüsusda böyük təsərrüfatı olan insanlarda və yaxud da xırda təsərrüfatı olan insanların nəzərinə çatdırım ki, atlığın keyfiyyətini də yaxşılaşdırır. Daha az qoxu və daha az nəmişlik və quru atlıq, sağlam ayaqlar və bundan əlavə sağlam cücə deməkdir. Ancaq bir şey də vurğulum ki, dostlar, istifadə qaydası çox maraqlıdır. İstifadə qaydası olduqca maraqlıdır. Deməli, ekranda siz gördüyünüz bizim həmişə mən cücələrimizə, çolpalarımıza olmazsa olmaz qarışıq yem. Bunu keçmiş videolarımda baxa bilərsiniz. Ekranda görürsünüz 20 kiloqram, tam-tamına 20 kiloqramlıq vedrədə 20 kiloqram qarışıq yemimiz var. Tam təbii yemdir, buğda, qarğıdalı, soya şrotu, semiska şrotu, bundan əlavə bir sıra elementlər var dostlar. Biz bundan bir qədər, yəni 20 kiloqram yemə dostlar, 20 qram Yucca Saponina qatacağıq. Bunun nəticəsi dostlar 3-5 gün ərzində öz effektini göstərir. Baxın dəyərli dostlar, 20 kiloqram yemə qatmaq üçün biz hardasa 1 kiloqram qarışıq yemlə bir qaba tökürük və daha sonra isə dəyərli dostlarımız tərəzini də görürsünüz. Hal-hazırda qram ölçür. Yəni bu qram ölçən tərəzidir. Və biz buradan 20 qram tamına 20 qram Yucca Saponinadan çəkib hal-hazırda 8 qram 15 qram. Dəyərli dostlar, təsəvvür edin, 1 kiloqram yemə 1 qram gedir. 10 kiloqram yemə 10 qram, 20 kiloqrama isə 20 qram gedir. Hal-hazırda oldu 19 qram. Eyb yox, 1 qramdan bir şey olmaz.
Dostlar, tamına 20 qramlıq Yücə Saponina'nı biz ekranda da görürsünüz. Həmən bu qarışıq yemək özü də çox yapışqanlı bir belə deyək, yem əlavəsidir. Dostlar, uzun sözün qısası, o məsəl var ya, deyir mısmıs deyəcəm Mustafavidir. Bu heç bir kimyəvi qatqı deyil. Yücə Saponina özü bir bitkidir. Bitki tərkibli bir şeydir. Təbii ki, bu bitki Amerika Birləşmiş Ştatları ərazisində yetişən bir bitkidir. Tam təhlükəsizdir. Yəni, heç bir kimyəvi qatqısı yoxdur. Belə deyək də, dəhşətli qoxular, heyvanlarda olan bağırsaq problemləri, bu kimi problemləri aradan qaldırır. Və bunun nəticəsini siz əmin edirəm ki, 3-5 gündən sonra görəcəksiniz. Hətta mən deyərdim ki, mükəmməldir. Bunu verdikdən sonra dostlar, təsəvvür edin, mən nə Baykoksdan istifadə edirəm, nə bilim Baytrildən istifadə edirəm. Heç bir şeyə ehtiyac yoxdur. Tam təbii yolla cücə özü tam rahat şəkildə. Və bu cür qaydadır. Tam 1 kiloqramlıq yemi qarışdırırıq bir-birinə. Və həmən o 20 kiloqramdan az-az götürürük. Qarışdırdıqca bu cür qaydada yemə əlavə edirik. Daha sonra bunu yenidən yaxşı-yaxşı qarışdırırıq ki, tam rahat olsun, tam gözəl olsun. Ki, istifadəsi də rahat olsun, heyvanı rahat şəkildə qidalana bilsinlər. Belə, dəyərli dostlarımız, Yücə Saponina yem əlavəsini əldə etmək istəyirsinizsə, bioda əlaqə nömrəsi qoyacağım. Təmizləyim, ekran görsənsin. Həmən nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Sağ olun, var olun, Allah'a əmanət olun.